Salam, hər vaxtınız xeyir. Listin 10-cu dərsliyində mən paternlər haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə, patern nədir, necə istifadə olunur, harda istifadə olunur, bizə nə kimi köməyi dəyə bilər. Bundan öncə ümumiyyətlə qısa bir məsələ haqqında məlumat danışmaq istəyirəm. Bu paternlər və yaxud da ki, ümumiyyətlə başqa strategiyalar, mən sadəcə hər biri haqqında məlumat verirəm. Yəni siz mütləq paternlə istifadə etməlisiniz deyə bir şey yoxdur. Və yaxud da ki, növbəti dərslərimizdə ICT strategiyasıyla bağlı məlumat verəcəm. Yəni ICT ilə gedin işləyin söhbətdə yoxdur. Və yaxud dəstəkləyən ilə gedin işləyin və yaxud da ki, gedin order flow öyrənin kimisindən yəni mən istiqamət vermirəm. Hətta sizə bu dərsliyi hazırlamağımın səbəbi təzə öyrənməyə başlayan insanların qarşısına çıxan bu fərqli strategiyalardır ki, insanı çaşdırır. Bilmirsiniz nə öyrənəsiniz. Mən order flow öyrənməliyəm, yoxsa ICT öyrənməliyəm, yoxsa sadəcə dəstəkləyən işləməliyəm, paternlərə baxmalıyam, nə etməliyəm. Mən bunların hamısını öyrənmişəm və yekunda sadəcə mənim yəni sizə tövsiyəm odur ki və inanın ki, sadəcə qrafiki oxumağı bacarmaq bilmək lazımdır. Qrafikin önündə vaxt keçirmək lazımdır. Şamların hərəkətini o qədər baxmalısınız ki, əzbərləməlisiniz ki, bu hərəkətin mənası nə deməkdir. Bunu hər hansısa bir strategiya ilə, bunu hər hansısa bir dərsliklə, müəllimlə, nə bilim kursla filan əldə edə bilməzsiniz. Sizin gedib yəni hardasa pulla əldə edəcəyiniz kursun artıqlamasını mən bu dərsliklərdə məlumat verirəm. Sadəcə mənim burada sizə öyrətməyə çalışdığım şey sadə, primitiv üsulla pul qazanmaq yoludur. Yəni qrafiki oxumağı mən sizə öyrədəcəm. Yəni çox rahatlıqla oxuya biləcəksiniz. Çünki sadə strategiyalarını öyrədəcəm. Mən yəni sizin başınızı ağrıtmayacağam, ICT-nin detallarını danışmayacağam, order flow-ya girməyəcəm. İndi də sadəcə paternlər var. Yəni belə bir şeydir. İstəsəz qrafikdə yəni qarşınıza çıxsa dəyərləndirə bilərsiniz kimisindən məlumat verirəm. Və yaxud da ki, dediyim kimi ICT-dən danışanda ICT-nin bütün detallarını danışmayacağam, yormayacağam sizi. ICT-də ən vacib olan şey nədir? Nədən istifadə etməlisiniz? Qrafikdə onu görəndə biləsiniz ki, bu ICT-yə aid bir şey var burada. Buradan misal üçün giriş eləyə bilərəm və s. Mən bu hissələrini danışacağam sizə. Bugünkü dərsdə paternlərlə bağlı danışmaq istəyirəm. Paternlər nədir? Müxtəlif cür paternlər var. Misal üçün patern ümumiyyətlə formasyon deməkdir. Yəni qrafikdə görəcəyiniz bəzən, yəni mən buradan çıxam, bura çox qarışıqdır. Qrafikdə görə biləcəyiniz bəzi formalar olacaq ki, misal üçün double tap. Hal-hazırda 30 dəqiqə və yaxud 1 saatlıqda qızıla baxanda bu hissə burada görürsünüz 2 dənə təpə yaranıb. 2 təpə nə deməkdir? Yəni burada mən yenə buraşla imtahanım başladı. Qiymət belə gəlib, belə olub, belə olub, belə olub deyək. M hərfi kimi. Və yaxud da ki, bunun tərsi də olur, belə də olur. Hal-hazırda bizim qarşımızda olan qızılın double tap yaratmağıdır. Double tap nə deməkdir? Yəni burada bir təpə var. İkili təpə yaradır və bu o deməkdir ki, artıq bir üz aşağı gedəcək. Bu hər bir time frame-də ola bilər, saatlıqda da ola bilər, 4 saatlıqda da ola bilər, 5 dəqiqəlikdə də hətta ola bilər. Sadəcə time frame-lərdə bunun yəni uzaqbaşı necə deyim, hərəkəti məhdud olur. 5 dəqiqəlikdə deyək ki, hərəkət edirsə, uzaqbaşı orada öz həcminə uyğun, öz səviyyəsinə uyğun düşüş eləyir. 1 saatlıqda elirsə, gördüyünüz kimi bu cür hərəkət eləyir. Misal üçün bu formasyon görək burada var. Double tap. Və hətta burada da var. Bu videodur. Belə bir şey. Yəni bu double tap olandan sonra aşağı düşür adətən. Çoxlu yəni paternlər var. Mən indi bir-bir hamısı haqqında danışmaq istəmirəm. Ümumiyyətlə sizə paternlər hardan əldə edə bilərsiniz? Onun linkini göstərəcəm, PDF formasını özünüz üçün çıxartdıra bilərsiniz və yaxud onlayn şəkildə baxa bilərsiniz. Misal üçün burada var, misal üçün göstərilir də bullish, rectangle, nə bilim, bearish var. Bearish, bullish nə deməkdir? Bearish yəni ayı sezonu və yaxud sezonu yox, ümumiyyətlə düşüş deməkdir. Bullish də qalxan deməkdir. Ümumiyyətlə tradedə ayı və buğa simvolları nə deməli təmsil edir? Bull yəni ki, buğa buynuzları ilə qrafiki, yəni şamları vurur, qaldırır. Yəni ki, buğa sezonu gəldisə yüksələn trend başlayır. Bearish isə ayıda isə ayı öz pəncəsi ilə qrafiki aşağı salır və düşüş trendi başlayır və yaxud düşüş başlayır. Bu kimi bir məna kəsb eləyir. Əgər qiymət aşağıdan yuxarı gəlib konsolidasiyaya girirsə, yəni belə bir patern görsəz, yəni qiymət gəlir və konsolidasiyaya girir. Buna konsolidasiya da deyirlər, range də deyirlər, korreksiya demirlər. Belə. Yəni bu hissə konsolidasiya zamanı ümumiyyətlə bu deməkdir ki, həmişə qalxacaq. Vəbşə belə momentlərdə əməliyyata girməməyiniz tövsiyə olunur və bu
qiymət haranı qırarsa, ora nəzərdə tutulur. Yönün gedəcəyini oradan bilmək olur. Yəni bura qırıldısa, məsəl üçün qalxacaq yuxarı, bura qırılsa buradan düşəcək. Amma belə bir halda, yəni əslində aşağıdan gəlibsə, konsolidasiya girirsə, dərki qalxmağa davam edir. Və yaxud da tam tərsi, yuxarıdan düşürsə, konsolidasiya girirsə, aşağı getməyə davam edir. Bundan əlavə burada deməli üçbucaq formasyonları var ki, müxtəlif cür üçbucaq formasyonları olur. Gəlir, qiymət başlayır sıxılmağa. Qızılda tez-tez üçbucaq formasyonunu görmək olur. Bu qiymət sıxılanda sıxılır və partlamağa yer axtarır. Burada artıq həcm azalır, sıxılır, qiymət heç bir hərəkət eləmir. Gəlir, yığılır həcm və birdən ya yuxarıya doğru partlayır, ya aşağıya doğru partlayır. Adətən trend istiqamətində gedir. Yəni əgər qiymət qalxırsa yuxarı, sıxışır və yuxarı qalxır, həmçinin və yaxud da ki aşağı düşür. Onu hardan bilmək olar? Bu həmin çəkəcəyimiz üçbucaq formasının qırıldığı nöqtədən sonra bilmək olur. Bəzən fake out atır, qalxır və sonra yenidən aşağı düşür. Yəni belə momentlərdə ümumiyyətlə gözləmək tövsiyə olunur. Formasyonlar dediyim kimi həddindən artıq çoxdur, amma standart şeylər var ki, misal üçün dediyim kimi bu formasyondur, M hərfidir və yaxud da ki bunun əksi W-dur. Hətta bunun triple da var. Yəni triple nə deməkdir? Üçlü. Qiymət gəlir belə eləyir və buradan düşür. Üç təpə yaradır, düşür. Yəni düşünə bilərsiniz ki, nəyə görə burada ikinci təpəni biz görəndən sonra buradan enter eləyib sell girməyək. Çünki dediyim kimi çox strategiya var. Bəzisi işləyir, bəzisi işləmir, bəzən işləyir, bəzən işləmir. Ona görə də qrafikdə tam olaraq dəqiqliklə bir şey yoxdur. Hər bir halda onsuz da siz buradan sell girmiş olsaydınız belə, stopu onsuz da bura qoyursunuz. Yəni bunun başına. Bu da onun başına ala bilmədiyinə görə yenə də düşür. Yəni bu cür də eləmək olur. Yəni dediyim kimi formasyonlar çoxdur. Bunun üçün mən sizə bir PDF faylı burada göstərəcəm. Özünüz üçün yükləyərsiniz. Adı Simple neydi onun adı? Simple Trade. Bu ola bilər. Deyəsən bu. Budur. Simple Trading Book PDF yazın Google-da. Deməli burada bunun PDF forması çıxır. Hansından istəsəz yükləyə bilərsiniz. Yükləyəndən sonra bunun içində bütün paternləri var, hamısı mənaları nədir, hardan enter eləmək lazımdır, hara stop qoymaq lazımdır və s. Bunu telefonunuzda PDF formada saxlayın və yaxud da ki çıxardın, əlinizin altında olsun. Mümkün qədər tez-tez bunlara baxmağa çalışın ki gözünüz öyrəşsin. Göz öyrəşəndən sonra artıq qrafikdə də bunu görə biləcəksiniz. Yəni gözünüz onu aşinası olur və qrafikdə bəzən hərəkətlərdə yəni görə bilirsiniz ki, burada üçbucaq yaranıb, burada misal üçün double tap yaranıb və s. Bu qədər patern bu demək idi. Növbəti dərsdə görüşənədək sağ olun.